Salam aleykum dostlar. Bu günlər isə təsərrüfatımı göstərmək istəyirəm. Kiçik də olsa. Bunları gedməyin istəmirəm. Bunlara baxın. Artıq özlərin tutublar, yəni rənglərin dəyişirlər yavaş-yavaş. Xameleon rəngi olur da avstraloplar. Rənglərin dəyişir. Baxın. Bu da hinim. Bunlar bu tərəfə gəlirlər. İndi içəridəkiləri də göstərim. Bunlar 18 ədəddir. İnşallah içəridə də var. Balacası var, böyüyü var. 5 aylıqların keçdilər. Ayın ikisi 5 aylıqları oldu. Burada da var. Bunları pərdə ilə bağlamışam. Bunlar çıxırlar bunların üstlərinə. Buralara. Onlar 18 dənə. Burada 10 dənə bunlardır. Baxın. Ağla bir yerdə. Bunlar da avstralopdur. O ağı bilmirəm. İçində o da yəqin avstralopdur. Çünki aldığım qardaş ki var. O dedi ki ağ avstralopum da var. Qarada dedim ki qara istəyirəm. Ola bilsin bir dənə qarışıb bunların içinə necəsə. Bunlara buğda yarması verirəm. Yəni başda olduğu kimi birinci gündən artıq bunlar 2 aylıqların keçiblər. Bunlar da yanvarın ikisi çıxarmışdılar. Bəli, artıq 2 ayların keçiblər. Bunlara 20 gün, 20 neçə gün yumurta verdim. Yəni bilənlər bilirlər, bilməyənlər üçün təkrar edirəm. 20 neçə gün yumurta verdim. Ondan sonra da başladım buğda yarması verməyə. Onlar da qablarına tökmüşəm. Suları da ki indi vitaminli su verirəm. Sizə onu çəkmədim. Amma ki vitaminli su verirəm. Qubanlara verirəm. İndi qubanları da göstərəcəm sizə. Qubanlara verdiyim sudan bunları da verirəm ki biraz necə deyim, aktiv deyirlər. Balacağında aktiv idilər. Yerlərin böyütməliyəm. Böyüklərə qatıran böyüklər bunları vururlar deyə bunların gərək yerin ayrı eləyim. Həm də ki isti olsun. Maşallah yaxşıdırlar. Yəni pis deyirlər. Biraz görürsüz boyunların büküblər. Ondan biraz narahatam. İnşallah ki yaxşı olarlar. Bunlara dediyim kimi buğda yarmasıdır. Siftə gündən suyularına qənd atırdım. Ondan sonra sadə su verdim. İlmanlı su. İndi də ki yavaş-yavaş qubanlara o sudan verirəm deyə vitaminli su. O qaşığın ucunda verir. Məsələn 1 litrə çıxdı uçmaq istəyir. Qaşığın yarısı da deyil, ucunda. Yəni ucundan biraz çox verirsən, 1 litrə tökürsən, qarışdırırsan, olur sarı su. Yəni onlardan verirəm bunlara. Şeylərə verdiyim kimi qubanlara. Bunların yemin göstərmədim. Bunlara elə buğda verirəm, sadə buğda. Elə qablardakı qalır burada. Özlərinə vaxt istəyirlər, gəlirlər, yeyirlər, eləyirlər. Taxtaların zatlarını qoşun. Bunların yerlərini təmizləməliyəm. Neçə gündür vaxt eləyə bilmirəm. İndi də elə tələsik gəlmişəm. Bunlar burada yatırlar. Bəzi yollarda qoymuşam ki, yuxarıda yatsınlar. Gəlir də çıxırdılar bunların üstlərini elə bir. Ona görə buranı bağladım. Bunları gətirib qoydum bura ki, burada çıxsınlar bunların üstünə. Burada elə yatırlar bunlar. Çıxmaq istəyən sonra çıx. Çıx. Get. Qubanları göstərim sizə. Deməli, bunlar qara avstralopların 5 aylıqları, bunlar 2 aylıqlar. Bunlar da ki, qubanlarım. 40 dənə quban. Bunu qaldıranda bu işıq sönəcək. Yox. Sönmədi. Aha. Buradakı qubanlarım. Retkanı çıxarmışam artıq. Havalar istidir. Retkadakı maşallah. İndi birazdan taxacağım. Gecəni yanır. Yəni elə gündüz yanmır. Havalar normal keçir deyə. Bunların da ki belədir. Bunları soruşurlar atların. Bunları bəziləri deyəsən bilmir. Bir nəfər soruşmuşdu ki, bəs nə sortudur? Bunlar 40 günlük
deyilir. Quban 40 günə artıq bunları kəsib yemək olur. Artıq bunlar ayın 21'i alınıb da. Elə bil 21'i 7 gün oradan, bu günlərin 8'i. 15 günlüydü bunlar. Artıq baxın, iridirlər. Bunların bir dənə yemin, iri yem, evdəki ata bilməyib, səhvən bunu xırdasını alıb, iri yemi daha məsləhətlidir. Həm də ki, baxın, bu toz kimi olur, bunu yeyə bilmirlər. Toz kimi olur. Baxın, yeyirlər, toz kimi qalır. Görürsünüz, tam görmürsünüz. Toz kimi qalır. Ona görə bunların iri yemləri var, ikinci sort deyirlər. Onlardan almaq lazımdır. Onlar daha effektiv olur. Onların vitaminləri həm içində olur deyə daha tez böyürlər. İnşallah bunların yemləri artıq az qalıb. Sabahlıq bir suyunluq qalıb. İnşallah ki, ondan sonra o yemdən alacağım. Ondan verəcəyim Allahın izni ilə. Belə dostlar, bunlardakı vitamin, elə o vitaminli su verirəm sarı rəngdə. O olmalı deyə burada. Dəqiqə. Sarı su. Bundan verirəm, tökürəm qablarına. İçirlər. Vitamindir də. Bunlar çöldə bayırda olmurlar axı. Ona görə inşallah ki, bunları elə kənd toyuğu kimi yetişdiririk. Özümüz üçün olacaq. Bunun biznesini qurmaq istəyirəm. Yəni halal kəsim, elə kanal adında olduğu kimi, yəni həm kəsməli, yəni halal kəs bir, yəni halal saxla da, yəni heç bir qatqı zad olmadan, heç bir təmiz mal saxla, təmiz mal sat. Bunların dediyim kimi şeylərin yerli yemlə görəcəyəm, bunlar böyüyürlərsə yerli yemlə də yoxlayacağım inşallah. Yəni onu da yoxlayarıq və ondan da yəni alan, istəyən olar yəqin ki. Yəni onu yoxlamaq olar. Yəni təmiz yemlə. İnşallah Allahın izni ilə. Belə dostlar, mənim təsərrüfatım belə. Bu qədər. Allah razı olsun. Nə olsa, nə bilmirəmsə, nə gözümdən qaçıbsa, buyurun soruşun və yaxud da ki, yəni mənə məsləhət verin, nə etmək lazımdır. Sağ olun, yorumlarda yazırsınız. Allah razı olsun. Belə. Allah hər kəsin malına bərəkət versin. Allah hər birinizdən razı olsun inşallah. Sağ olun, sağlıqla qalın.